Sevgi insan həyatının ən dərin, ən təməl ehtiyaclarından biridir. Hər birimiz doğulandan bəri sevilmək, dəyər görmək, başa düşülmək və qarşılıqlı sevgi münasibətində olmaq arzusu daşıyırıq. Bu ehtiyac nə qədər sadə səslənsə də, onu qarşılıqlı şəkildə həyata keçirmək çox vaxt düşündüyümüzdən çətindir. İnsanlar çox zaman bir-birlərini sevdiklərinə baxmayaraq, qarşı tərəfin bunu hiss etmədiyini söylüyor. Münasibətlərdə soyuqluq, uzaqlaşma və anlaşılmazlıq yaranır. Gary Chapman'ın 5 Sevgi Dili adlı məşhur kitabı məhz bu problemin kökünə enir və münasibətlərin ən dərin qatlarını anlamağa, onları qorumağa və gücləndirməyə kömək edir. Müəllif, illərlə cütlüklərlə işləyən psixoloq və ailə məsləhətçisi kimi müşahidələrindən çıxardığı nəticəni bu kitabda sistemli və aydın şəkildə təqdim edir. İnsanların sevgini ifadə etmə və qəbul etmə tərzi fərqlidir və bu fərq münasibətlərin taleyini müəyyənləşdirir. Gary Chapman izah edir ki, sevgi təkcə hiss deyil, həm də bir dildir. Hər bir insanın özünə məxsus sevgi dili var. Yəni o, sevgini müəyyən formada ifadə edir və eyni formada qəbul etməyə ehtiyac duyur. Əgər iki insan bir-birini sevsə də, fərqli dillərdə danışırsa, bu sevgi qarşı tərəfə çatmaya bilər. Müəllif deyir ki, münasibətləri sağlam və uzunömürlü etmək üçün hər iki tərəf bir-birinin sevgi dilini öyrənməli və həmin dildə danışmağı bacarmalıdır. Bu, sevginin daha dərindən hiss olunmasına, inamın artmasına və emosional bağın güclənməyinə səbəb olur. Kitabda təqdim olunan 5 əsas sevgi dili bunlardır. Təsdiq edici sözlər, keyfiyyətli vaxt, hədiyyələr, xidmətlər və fiziki təmas. Gary Chapman hər birini ayrıca izah edir. Onların arxasındakı psixoloji ehtiyacı açıqlayır və real həyatdan nümunələrlə göstərir ki, sevginin necə ifadə olunmağı münasibətlərin uğurunu necə dəyişir. Bu dillərdən biri və ya bir neçəsi hər bir insanda əsas rol oynayır. İnsan öz ana sevgi dilində seviləndə, bu, onun emosional ehtiyaclarını qarşılayır və münasibət daha dərin, sağlam və sabit olur. İlk sevgi dili təsdiq edici sözlər, insanın dəyərli və sevilən olduğunu eşitmək ehtiyacına əsaslanır. Bu dilin daşıyıcıları üçün sözlərin gücü çox böyükdür. Səni sevirəm, səninlə qürur duyuram, sən mənim üçün çox vacibsən kimi ifadələr onlar üçün sadəcə cümlə deyil, sevginin özüdür. Gary Chapman qeyd edir ki, tərif, təşəkkür, həvəsləndirici sözlər bu insanlar üçün qida kimidir. Hətta kiçik bir təşəkkür belə onlarda emosional doymanı təmin edə bilər. Əgər partnyor bu dili başa düşmürsə və belə sözləri deməyə ehtiyac duymursa, qarşı tərəf sevilmədiyini hiss edə bilər. Buna görə də münasibətlərdə sözlərin rolunu anlamaq və düzgün istifadə etmək çox vacibdir. Müəllif vurğulayır ki, tərifin səmimi olması əsasdır. Süni və məcburi təriflər əks təsir göstərə bilər. İkinci sevgi dili, keyfiyyətli vaxt, diqqətin və iştirakın önəmini vurğulayır. Bəzi insanlar üçün sevgi o zaman hiss olunur ki, partnyoru onunla vaxt keçirməyə hazırdır. Onu dinləyir, ortaq fəaliyyətlə maraqlanır. Bu, sadəcə eyni evdə olmaq demək deyil. Bu, insanlar üçün əsas məsələ diqqətin tam şəkildə onlara yönəlməsidir. Gary Chapman yazır ki, bir çox münasibətlərdə insanlar bir-birlərinin yanında olduqlarını zənn edirlər, halbuki emosional olaraq bir-birlərindən uzaqdılar. Telefonla məşğul olmaq, televizora baxmaq və ya fikirli olmaq keyfiyyətli vaxt sayılmır. Əksinə, sadə bir gəzinti, səmimi söhbət və ya birlikdə edilən bir fəaliyyət çox dəyərli ola bilər. Bu dili danışan insanlar üçün səninlə olmaq, səni sevirəm deməyin ən güclü formasıdır. Üçüncü sevgi dili, hədiyyələr, bəzən yanlış anlaşılır. İnsanlar düşünə bilər ki, bu sevgi dili maddi dəyərlər əsaslanır. Lakin Gary Chapman izah edir ki, burada söhbət maddi dəyərdən yox, jestin mənasından gedir. Bu dilin daşıyıcıları üçün kiçik bir çiçək, əllə yazılmış qeyd və ya səfərdən gətirilən suvenir sevginin simvoludur. Onlar üçün hədiyyə səni düşündüm,
deməyin fiziki formasıdır. Bu insanlar hədiyyəni qəbul edərkən onun qiymətini deyil, arxasındakı niyyəti və düşüncəni görürlər. Bəzən ən təsirli hədiyyə böyük bir alış-veriş deyil, sadəcə diqqətlə seçilmiş kiçik bir əşyadır. Chapman qeyd edir ki, bu dili anlamaq və tətbiq etmək münasibətlərdə çox mühüm rol oynaya bilər. Çünki bəzi insanlar sevgini məhz bu yolla hiss edirlər. 4-cü sevgi dili xidmətlər, sevgini sözlə deyil, əməl ilə göstərməyə əhatə edir. Bu dili danışan insanlar üçün sevgi partnyorun onların həyatını asanlaşdırmaq üçün etdiyi kiçik yardımlarda özünü göstərir. Yemək pişirmək, ev işlərində kömək etmək, bir məsuliyyəti paylaşmaq və ya sadəcə ehtiyac duyduğu an yanında olmaq. Bu insanların gözündə sevgidir. Gary Chapman vurğulayır ki, bu xidmətlər məcburiyyətlə deyil, sevgi ilə ediləndə mənalı olur. Məcburi şəkildə edilən yardım sevgini göstərmir, əksinə münasibətdə gərginlik yarada bilər. Amma könüllü və səmimi şəkildə edilən kiçik jestlər münasibətləri dərinləşdirir və qarşı tərəfə sənin qayğını çəkirəm mesajını verir. 5-ci sevgi dili fiziki təmas, emosional yaxınlığın bədən dili ilə ifadəsidir. Bəzi insanlar üçün qucaqlaşmaq, əl tutmaq, öpmək və sadə toxunuşlar sevgini hiss etməyin ən əsas yoludur. Bu dil bədən vasitəsilə emosional bağ yaradır və insanın dərinliklərindəki ehtiyacı qarşılayır. Gary Chapman yazır ki, bu dil yalnız romantik münasibətlərdə deyil, dostluqda və valideyn-uşaq münasibətlərində də vacibdir. Fiziki təmas təhlükəsizlik hissi yaradır, emosional yaxınlığı artırır və sevginin ifadəsini daha real edir. Lakin müəllif xəbərdarlıq edir ki, bu təmas qarşı tərəfin istəyi və razılığı çərçivəsində olmalıdır. Əks halda mənasını itirə bilər. Gary Chapman 5 sevgi dili kitabında sadəcə bu 5 dili təqdim etmir, həm də onların arxasındakı psixologiyanı izah edir. O bildirir ki, uşaqlıqda aldığımız sevgi forması çox vaxt bizim əsas sevgi dilimizi müəyyənləşdirir. Həmçinin münasibətlərin əvvəlində, aşiq olma mərhələsində tərəflər istər-istəməz bir-birinin ehtiyaclarına daha çox diqqət edirlər, lakin zaman keçdikcə bu diqqət azalır. Müəllif qeyd edir ki, davamlı və sağlam münasibət üçün sevgi dili şuurlu şəkildə öyrənilməli və tətbiq edilməlidir. Bu, sadəcə emosional bağlılığı qorumaq deyil, həm də münasibətin dərinliyini artırmaq üçün vacibdir. Gary Chapman 5 sevgi dili kitabında sevgini yalnız hiss kimi deyil, bir seçim kimi təqdim edir. Onun fikrincə sevgi sadəcə emosional dalğalanma deyil, qarşı tərəfi anlamağı və onun ehtiyaclarını ödəməyi tələb edən şuurlu bir qərardır. İnsanlar tez-tez aşiq olduqları dövrdə sevginin öz-özünə axacağını düşünürlər, lakin bu hiss bir müddət sonra təbii şəkildə azalır. Chapman bunu aşiq olma mərhələsi adlandırır və bildirir ki, bu mərhələ adətən 2 ildən artıq çəkmir. Daha sonra münasibətlər reallıqla üzləşir və o zaman tərəflər qarşılıqlı səy ilə sevgini diri saxlamağın yollarını tapmalıdırlar. Burada sevgi dillərini bilmək və onları tətbiq etmək ən əsas vasitədir. Müəllif vurğulayır ki, hər bir insanın sevgi çəni var. Bu metaforik çən dolu olanda insan özünü sevilmiş, dəyərli və təhlükəsiz hiss edir. Lakin bu çən boş olanda münasibətlərdə gərginlik, inciklik və uzaqlaşma baş verir. Sevgi dillərini başa düşmək və qarşı tərəfin çənini doldurmaq münasibətləri qorumağın ən effektiv yoludur. Çox zaman insanlar bir-birlərini sevdiklərini bildikləri halda qarşı tərəf bunu hiss etmir, çünki sevgi onun dilində ifadə olunmur. Chapman qeyd edir ki, bu səbəbdən boşanma və ayrılıqların böyük bir hissəsi sevginin olmamasından yox, onun düzgün şəkildə ifadə edilməməsindən qaynaqlanır. Kitabda hər bir sevgi dilinin tətbiqi ilə bağlı real həyat nümunələri də yer alır. Məsələn, təsdiq edici sözlər sevgi dili olan bir qadın ərindən səni sevirəm sözünü eşitməyəndə özünü dəyərsiz hiss edə bilər. Baxmayaraq ki, əri onun üçün evdə çoxlu iş görür.
Ər isə düşünə bilər ki, xidmətlər vasitəsilə sevgisini göstərir. Amma qadın üçün bu əsas dil deyil. Digər tərəfdən keyfiyyətli vaxt sevgi dili olan bir kişi partnyoru onunla kifayət qədər vaxt keçirməyəndə özünü unudulmuş hiss edə bilər. Baxmayaraq ki, qadın ona hədiyyələr alır və təriflər söyləyir. Beləliklə, hər iki tərəf sevgi göstərsə də, qarşı tərəf bunu qəbul edə bilmir. Çünki bu, onun başa düşdüyü dil deyil. Gary Chapman həmçinin qeyd edir ki, bir insanın əsas sevgi dilini müəyyən etmək üçün diqqətli müşahidə və səmimi dialoq lazımdır. Bunun üçün bir neçə üsul təklif edir. Birincisi, qarşı tərəfin şikayətlərinə qulaq asmaqdır. İnsanlar ən çox nədən şikayət edirlərsə, çox güman ki, onların sevgi dili həmin sahə ilə bağlıdır. İkincisi, özlərinin sevgini necə göstərdiklərinə baxmaqdır. İnsanlar çox zaman öz sevgi dillərində sevgi göstərirlər. Üçüncüsü isə, qarşı tərəfdən onlara nəyi etməsini istədiklərinə diqqət yetirməkdir. Bu istəklər onların əsas ehtiyaclarını əks etdirir. Kitabda Chapman cütlüklərə sevgi dillərini öyrənmək üçün praktik tövsiyələr də verir. O, hər bir tərəfə qarşı tərəfin əsas sevgi dilində danışmağa çalışmağı məsləhət görür. Əvvəlcə bu çətin görünə bilər. Çünki bu, öz dilindən fərqli bir dili öyrənmək kimidir. Lakin təcrübə ilə bu, təbii hala çevrilir. Bu prosesdə ən vacib məqam səbr və davamlılıqdır. Qarşı tərəf sevgini öz dilində qəbul etməyə başladıqca, münasibətdə müsbət dəyişikliklər hiss olunur. Bu dəyişikliklər qarşılıqlı anlayış, inam və yaxınlığın artması ilə özünü göstərir. Chapman sevgi dillərinin yalnız romantik münasibətlərdə deyil, digər insan əlaqələrində də tətbiq oluna biləcəyini vurğulayır. Valideyn-uşaq münasibətlərində də eyni prinsip keçərlidir. Uşaqlar da müxtəlif sevgi dillərinə malikdirlər və onların emosional inkişafı üçün bu dillərdə sevgi göstərmək vacibdir. Dostluq münasibətləri, iş mühitindəki əlaqələr və hətta qohumluq münasibətləri də bu prinsiplərlə daha sağlam və dərin ola bilər. İnsan qarşısındakının sevgi dilini bildikdə, əlaqə daha anlayışlı və hörmətli olur. Kitabda mühüm mövzulardan biri də özünü tərbiyə etmək və egonu kənara qoymaqdır. Chapman deyir ki, çox zaman insanlar qarşı tərəfin ehtiyaclarını başa düşsələr də, bunu etməyi özlərinə sığışdırmırlar. Niyə mən etməliyəm? O mənim üçün nə edib ki, kimi fikirlər münasibətləri zəhərləyir. Amma sevgi təkcə qarşılıq gözləmək deyil, eyni zamanda qarşılıqsız vermə qabiliyyətidir. Sevgini qarşı tərəfin başa düşəcəyi şəkildə göstərmək bir növ fədakarlıq tələb edir. Lakin bu fədakarlıq münasibəti bərpa edə və dərinləşdirə bilər. Gary Chapman vurğulayır ki, bu prosesdə hər iki tərəf eyni səviyyədə səy ilə iştirak etdikdə münasibətlər tamamilə fərqli səviyyəyə qalxa bilər. Müəllif həmçinin münasibətlərdə ünsiyyətin rolunu xüsusi qeyd edir. O, sevgi dillərini yalnız praktik üsul kimi deyil, eyni zamanda ünsiyyət vasitəsi kimi təqdim edir. Sevgi dilində danışmaq təkcə qarşı tərəfi xoşbəxt etmək deyil, həm də onu daha yaxşı anlamaq və öz hisslərini daha dəqiq ifadə etmək imkanı yaradır. Bu, münaqişələrin qarşısını almağa və problemləri daha konstruktiv şəkildə həll etməyə kömək edir. Çünki insanların çoxu problemlərini həll edə bilmirlər. Sadəcə bir-birlərini başa düşmürlər. Sevgi dili vasitəsilə qurulan ünsiyyət isə anlayışı və empatiyanı gücləndirir. Gary Chapman 5 sevgi dili kitabında sevginin daim yenilənməsi və qidalanması lazım olduğunu da vurğulayır. Münasibətlər statik deyil, daim dəyişir və inkişaf edir. İnsanlar da zamanla dəyişirlər və buna uyğun olaraq sevgi dillərinin təzahür formaları da dəyişə bilər. Buna görə də münasibətdə mütəmadi olaraq qarşı tərəflə əlaqə saxlamaq, onun ehtiyaclarını yenidən dəyərləndirmək və sevgi dilini yeniləmək vacibdir. Bu, münasibətin uzunömürlülüyünü təmin edir və sevginin tükənməsinin qarşısını alır. Kitabın ən təsirli hissələrindən biri də bağışlamaq və yenidən başlamaq mövzusudur. Chapman qeyd edir ki,
Sevgi dillərini bilməmək və onları tətbiq etməmək bəzən uzun illər davam edən soyuqluğa və incikliyə səbəb ola bilər. Amma bu vəziyyət çıxılmaz deyil. Qarşı tərəfin sevgi dilində danışmağa başlamaq keçmişdəki səhvləri düzəldə və münasibəti yenidən canlandıra bilər. Bu bir növ emosional reset funksiyası kimi işləyir və yeni bir başlanğıc üçün zəmin yaradır. İnsan qarşısındakını başa düşməyə və onun ehtiyaclarına cavab verməyə başladıqda, keçmiş incikliklər yavaş-yavaş əriyir və yerini yeni bir yaxınlıq hissi tutur. Gary Chapman həmçinin münasibətlərdə fərqlərin təbii və qaçılmaz olduğunu vurğulayır. İnsanlar fərqli xarakterə, tərbiyəyə, təcrübələrə malik olduqları üçün sevgi dilləri də müxtəlif olur. Bu müxtəliflik problem deyil, zənginlik mənbəyidir. Əsas məsələ bu fərqləri qəbul etmək və onlara uyğunlaşmaqdır. Qarşı tərəfi dəyişdirməyə çalışmaq əvəzinə onu olduğu kimi qəbul edib, onunla uyğunlaşmaq münasibətin uğuru üçün əsas şərtlərdəndir. Chapman yazır ki, sevgi bir növ yeni dil öyrənmək kimidir. Səbir, məşq və qarşılıqlı hörmət tələb edir. Kitab oxucuya həm də münasibətlərə fərqli bir baxış bucağı qazandırır. Çox zaman insanlar sevginin öz-özünə davam edəcəyini düşünürlər. Halbuki, sevgi bir bağ kimi daim qulluq və qayğı tələb edir. Sevgi dilləri bu qayğının konkret formalarıdır. Onları tətbiq etməklə münasibətləri daha sağlam, emosional cəhətdən dərin və uzun ömürlü etmək mümkündür. Gary Chapman'ın 5 sevgi dili kitabı bu baxımdan sadəcə münasibətlər kitabı deyil. Eyni zamanda insan təbiətini anlamaq və sevginin psixologiyasını dərk etmək üçün bir bələdçidir. Kitabda maraqlı bir müşahidə də paylaşılır. İnsanların sevgi dilləri zamanla müəyyən dərəcədə dəyişə bilər. Həyat şəraiti, yaş, təcrübə və münasibətin mərhələsi bu dəyişikliklərə təsir göstərə bilər. Məsələn, gənclik illərində fiziki təmas əsas sevgi dili olan biri, İllər keçdikcə keyfiyyətli vaxta daha çox ehtiyac duya bilər. Bu səbəbdən Gary Chapman münasibətlərdə mütəmadi olaraq sevgi dilini yenidən kəşf etməyi tövsiyə edir. Münasibət uzun müddətli və sabit qalmaq istəyirsə, tərəflər bir-birinin ehtiyaclarını daim yenidən öyrənməli və uyğunlaşmalıdır. Bu proses münasibətin canlı və dinamik qalmasını təmin edir. Chapman həm də insanlara bir vacib reallığı xatırladır. Heç kim mükəmməl deyil və heç bir münasibət problemsiz keçmir, amma sevgi dili vasitəsilə insanlar bu problemləri daha asan həll edə və qarşılıqlı anlaşmanı qoruyaraq birlikdə böyüyə bilərlər. Sevgi dili sanki çətinliklər qarşısında bir körpü rolunu oynayır. O insanlara çətin anlarda belə bir-birinə yaxınlaşmaq imkanı verir. Bu körpü olmasa insanlar bəzən sevgi hissi olsa da bir-birlərinə çata bilmirlər. Amma qarşılıqlı səylə və anlayışla bu körpü qurularsa, münasibətlər çətinliklərdən daha güclü çıxar. Beləliklə, bu kitabdan çıxarılan əsas dərs aydındır. Hər bir insanın sevgi dili var və onu anlamaq münasibətlərin uğuru üçün vacibdir. Həyat yoldaşı, dost, uşaq, valideyn və ya hər hansı yaxın insan, kim olursa olsun, onunla sağlam və dərin bir münasibət qurmaq istəyirsənsə, onun sevgi dilini öyrənməlisən. Sevgini onun başa düşəcəyi şəkildə ifadə et və görəcəksən ki, bu sevgi sənə 2 qat geri qayıdır.